Türk dövlətlərinin iş dünyasının ən böyük görüşü olan 2-ci Türk Ticarət Sərgisi, Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisinin mətbuat konfransı keçirilib. Türk Ticarət Sərgisi 10-12 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı, Kiçik və Orta Biznesin subyektləri və klublarının Assosiasiyası Rock Expo şirkətinin təşkilatçılığı ilə Bakı Expo mərkəzində keçirilib. Tədbirdə Respublikamızın dövlət himni səsləndirilib, daha sonra görülmüş işlərlə əlaqədar videoçarx nümayiş olunub. Konfrans iştirakçıları çıxışlarında bildiriblər ki, Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya xidmətlərinin inkişaf etdirilməsi beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Prezident İlham Əliyev hər zaman birgə səylərlə Türk Dövlətləri Təşkilatının qlobal arenada güc mərkəzinə çevrilə biləcəyini bəyan edib. Bakıda keçirilməsi nəzərdə tutulan Türk Ticarət Sərgisinin əsas məqsədi Türk dövlətlərindən olan şirkət nümayəndələrini, həmçinin dövlət rəsmilərini bir araya toplamaqdır. Burada əsas məqsədimiz dediyimiz kimi bu ölkələrdən olan şəxslərin müxtəlif istiqamətlər üzrə müzakirələrini təşkil etmək, həmçinin bu ölkələrdə istehsal olunan məhsulların, startapların təşviqi və tanıdılmasını təmin etməkdir. Bu məqsədlə müxtəlif tədbir ərəfəsində panel müzakirələrin keçirilməsi də nəzərdə tutulub. Burada əsas 6 paneldən söhbət gedir. Bu panellərə startaplar və investisiyalar, həmçinin akademik istiqamət, burada alimlər, professorlar, akademiklər, Türk dövlətlərindən olan maraqlı nəşrlərin nümayişi, həmçinin bunlar üzrə diskussiyalar, müzakirələr həyata keçiriləcək. Buna yanaşı həmçinin burada rəqəmsal ticarətə də çox böyük önəm verilir. Azeksport portalı üçün də bu tədbirdə iştirak etmək çox önəmlidir. Belə ki, Türk dövlətləri ilə yaxından müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edir. Burada OTS Made brendinin qurulmasıdır, EgroData platformanın yaradılmasıdır, həmçinin rəqəmsal sərgi zalının qurulmasıdır. Bu kimi istiqamətlərdə biz Türk dövlətləri ilə yaxından işləyirik. O baxımdan düşünürəm ki, tədbirin keçirilməsi burada iştirak portal üçün də məhsuldar olacaq. Qeyd edək ki, Türk Ticarət Sərgisinin birincisi 7-9 noyabr 2024-cü il tarixlərində İstanbul Sərgi Mərkəzində təşkil olunub. Zərintac Mayız qızı, Təbriz Quliyev, Heydər Həsənli, Misya TV.